Bu X bir şəxsdir. Hal-hazırda böyük bir stres keçirir. Tutaq ki, müdiri ona işdə qışqırıb. Beyni bu vaxt çıxış yolu axtarır. Məsələn, keçmişdə siqaret çəkmişdisə, beyni ona yenidən siqaret çəkməli olduğunu və bu formada stressdən azad olacağını deyir. Və bu X şəxs özünü siqaret çəkməyə məcbur hiss edir. Çəkdikdən sonra isə bu hər hansı asılılığa gətirib çıxaran bir davranış da ola bilər. Sabit olan dopamin sistemi süni şəkildə çox yüksəlir. Yüksəliş sonrasında isə böyük düşüşlə nəticələnir, tutaq ki. Bu mexanizmi ətraflı formada gələcəkdə izah edəcəyik. Qrafikdə gördüyümüz kimi dopamin normaldan daha aşağı düşür. Bir müddətdən sonra isə həzz almaq üçün etdiyi aktivasiyanı normada qalmaq üçün etməyə başlayır. Bu da asılılığa gətirib çıxarır. Videoda asılılığa kiçik giriş etmiş olduq. Bu mövzuda 15-20 video çəkib daha dərindən izah etməyi planlayıram. Fikirləriniz maraqlıdır.